mən bu dəfə şikayətim Mənzil İstismar İdarəsinin necə deyim, öhdəsinə düşən işi görməməsi ilə bağlıdır. Bax, mən hal-hazırda Mingəçevirdə Nizami 1037-dəyəm. Bir ilə yaxındır. Keçən yaydan mən məlumat vermişəm ki, Nizami 1037 JEK müdürünə, Ümumi Mis İdarəsi Nizami müəllimə də çatdırılsın ki, qardaş, bu gördüyünüz binalar var, bu bina evdə, bu Nizami 10. Onun hamısının bu barmaqlığı deyilən bir şey olmalıdır da. Bu barmaqlıqları oğruyublar, qırıblar. Sovet vaxtı hamısı olub da. Bax, görürsünüz, hamısı qırıqdır, bax orada. Görürsünüz. Kanalizasiya suları da axır tökülür bura. Baxın, bax, bura hamısı zibildir. İndi burada yaşayanlar deyil, bu zibili atanlar bura, burada yaşayanlar deyil. Kimlərsə atır və yaxud deməli JEK-in işləridir, süpürüb bu zibilləri atır burada. Buradan da iydən, qoxudan bax, bu evdə yaşamaq olmur. Mən də dəfələrlə həmin bu ərazidə olan JEK müdürünə müraciət eləmişəm. Amma gəlib hələ ki baxan yoxdur. Niyə baxmırlar? Nə səbəbdir? Bax, mənə də bu maraqlıdır. Bax dostlar, 4 saylı JEK-in ərazisidir. Mən o JEK-in müdürünə də demişəm. Bax, gördüyünüz bu da palvaldır. Buraya indi girmək olmur, baxın. Zibili. Biz buranı təmizləyirik. Yəni qonşular da təmizlənir. Burada it, pişik gəlib burada yatır. Buranın da palval. Yenə də deyirəm, buradan qapıdan gəlmirlər ha. Həmin o bayaq çəkdiyim padvaldan. Buranın qapısı açıqdır. Əvvəl qıfırlanmışdı, indi açıqdır. Buralar indi qaranlıqda görsənmir də. Buralar hamısı necə deyim, itlərin, pişiklərin, bomucların qaldığı yer. Dəfələrlə biz yenə də deyirəm, JEK İdarəsinə, Nizami müəllimə də müraciət eləmişik, gəlib baxan yoxdur. Qonşular da necə deyim, ərzənlə müraciət eləyib, şifahi müraciət eləyiblər, gəlib baxan yoxdur. O vaxtı çəkdik, qoyduq, gəldilər bura emosiya vurub çıxıb getdilər. Amma problem hələ ki öz həllini tapmıyor. Baxın, yenə də deyirəm, yay gələndə buradan iydən, qoxudan oturmaq olmur. Mən də burada birinci mərtəbədə qalıram, pəncərəm düz həmin o iyi qoxunun üstünə açılır. Mənim şikayətim, mənim tələbim odur ki, yenə də deyirəm, aidiyyəti orqanlardan, Nizami müəllimdən, JEK-lərin Ümumi Mənzil İdarəsinin müdüründən ki, qardaş, gəlin buranı düzəldin də, sizə niyə, hara şikayət edək, kimə deyək? Bunun üçün də prezidentə müraciət eləmək lazımdır. Balaca bir işdə bunu, siz bura gəlib bir dənə qıfıl qoymağa və yaxud, bax, bu gördüyünüz padvalın deməli, barmaqlıq deyirlər də, padvalın düz yolun ortasıdır, bax, görürsünüz Nizami küçəsi. Bura gəlib bir dənə barmaqlıq qoymaq elə bir böyük bir şey deyil. Setka da qoya bilərlər barmaqlıqda. Yəni, mənim aidiyyəti orqanlardan tələbim odur ki, buranı gəlib zibillərini yığışdırsınlar, ilk oxudan orada oturmaq. Bura barmaqlıq qoyulsun ki, başqa yerin adamları gəlib bura zibil atmasınlar. Mən qonşulara da bildirmişəm, qonşulara da artıq zibil atmırlar bura. Baxın, bina köhnə binadır. Demək olar ki, kanalizasiya suları axdığından artıq qəzalı vəziyyətə düşüb. Dəfələrlə də bu müraciət eləmişəm, hələ ki baxan yoxdur. Bax, bu qədər.